Salam hörmətli Ağdamlılar, əziz Seyidli kənd sakinləri, hər birinizi salamlayıram. Mən bloger Orxan Şirinli, elə Seyidli kənd sakini kimi hal-hazırda Ağdam şəhərində yenidən bu kənddə sizə bax bu inkişaf, bu gözəllik barədə məlumat verəcəm. Keçən səfər şəhərə gələndə ikinci yaşayış kompleksi barədə məlumat vermişdim. Oradakı tikilən evlər barədə məlumat vermişdim. İndi isə öz doğulduğum kənddəyəm. Öz doğulduğum kənddə keçən səfər gələndə bu qədər binaların qalxdığı olmamışdı. Amma indi gələndə doğrudan da çox təəccübləndim və heyrətimi həqiqətən də gizlədə bilmirəm. Demək olar ki, binaların hər birisi artıq mərtəbələr qalxıbdır. Burada tikilən binalarda mərtəbələr qalxıbdır. Digər binalarda ki, hansı ki işlər davam edir, mərtəbələr qalxır və hörgü işləri görülür. Doğrudan da insan 30 il həsrətində olduğu öz doğma torpağına gələndə özünü tam fərqli hiss edir. Elə məndən savayı bu kəndin bir sakini də var. Vaqif müəllimi mən buraya dəvət eləmək istəyirəm. Vaqif müəllim elə köhnə kişilərdəndir. Burada onun xatirələri çoxdur. Vaqif müəllim, zəhmət olmasa buyurun. Xoş gördük sizi Ağdamın Seyidli kəndində. Mən sizi salamlayıram. Bu kənddə olmanız münasibəti ilə sizi təbrik edirəm. 30 ildən artıqdır ki, siz bu kəndə həsrət idiniz və ilk dəfədir ki, 30 ildən sonra Seyidli kəndinə mən sizi gətirdim. Hissləriniz, düşüncələriniz nədir? Məhz bu kənddə nələr yaşamışdınız, nələr görmüşdünüz? O barədə bizə məlumat verin. Mən bu kənddə elə uşaqlıq da bu kənddə olubdur. Elə burada anadan olmuşam. Bəli. Demək olar ki, Seyidli kəndi vəbşi ən gözəl bir şəhər, böyük, ən gözəl şəhər olubdur. Amma Allah mərdimazara lənət eləsin. Amin. Bizi kim bu həsrətdir, bu bizə veribdir. İndi şükür bugünkü günə ki, biz gəlib belə gözəlliyi görürük. Bəli. Ondan Gözəl binalar tikildi, elədi. Allah prezidentimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah onlara şəfa versin qazilərimizə. Və cənab prezidentimiz var olsun ki, tezliklə Ağdamı belə megapolis bir şəhər kimi formalaşdırır. Yeni layihələr açılış edir. Yeni layihələrin təməli qoyulur. Hansı ki, keçən il bildiyiniz kimi 4-cü yaşayış kompleksinin təməli qoyulmuşdu. Amma görürük ki, bir ildən az müddətdə nə qədər binalar, hər birisi ucalıb artıq. Burada demək olar ki, 7 mərtəbəli, 5 mərtəbəli binalar ki var. Onlar tikintisi aparılır. Burada isə onların artıq bəzilərinin örgü işləri də yekunlaşır. Arxamızda olan hissədə isə tikinti davam edir və çox sürətlə işlər aparılır. Siz bu inkişafı, bu sürəti görəndə nə fikirləşirsiniz həqiqətən də? Əlbəttə, çox böyük fəxr edirik ki, doğrudan da belə bir gözəlliyə rast gəlirik. Öz doğma kəndimizdə. Öz kəndimizdə. Mən yenə inana bilmirəm ki, doğrudan da bizim kənd həqiqətən belə gözəl olarmış. Bəli, bəli. Şükür Allah'ın bu gündən. Əlbəttə. Allah sizə də ömür versin ki, bax, inşallah ki, buradan sizə ki, ev veriləcək, gəlib burada xoşbəxt yaşayasınız. Və elə hər zaman burada yaşadığınız zaman o doğma keçmiş xatirələrinizi xatırlayasınız. Bəlkə də elə o vaxtki qonşularınızla bir də gördünüz ki, elə məhəlləyə düşəndə rastlaşdınız və elə hər gün söhbət edib keçmişi xatırladınız. Onların doğrudan da həsrətindəyik. Doğrudan da bizim qonşular, bizim vəbşi cəmaat, mehriban cəmaat olubdur. Qonşularımız o qədər gözəl qonşularımız olub ki, doğrudan da onun həsrətini heç görə bilmirik. Amma bir-birindən edərkin düşür. Yəni ya qismət olsun, sağlık olsun, bəlkə də elə tezliklə bura qayıdarıq, kamalaşırıq bir yerə, yenə görüşərik, xatırlayırıq da məsələn, keçmişimizi zadasın. Hörmətli tamaşaçılar, Ağdamlılar çox istiqanlı və qonaqpərvər bir millətdir. Doğrudan da bizi digər bölgələrdən ayıran xüsusiyyətlərdən biri odur ki, tanımadığımız adam belə qapımızı döysə ki, mənə bir stəkan çay ver. Elə Vaqif müəllim qarışıq dəvət edəcək ki, buyur. Düz. Özünüz yaxşı bilirsiniz də keçmişdə. Biz vəbşi valla, biz qonaqpərəs olmuşuq. Bizi doğrudan da yardımsevər olmuşuq. Yəni həmişə
kasıbın yanında, mərdin yanında Düzdür. olmuşuq. Doğrudan da Elə özümüz də mərd insanlarıq. Elə Azərbaycan xalqı mərd, cəsur, cəsarətli insanları ilə seçilir digər ölkələrdən. Bunun nəticəsidir ki, Ağdam şəhəri bildiyiniz kimi cəsur oğlanları 6000-dən çox şəhid verən Ağdamlar indi hal-hazırda elə 2 sakini də bizik ki, hansı ki öz torpağımızda rahat və belə əlimizi belimizə qoyub rahat gəzə bilirik. Niyə? Çünki bizim oğlanlarımız cəsarətli, qeyrətli, mərd oğlanlar olub ki, elə hələ 90-cı illərdə sinəsini qabağa verib düşmənlə döyüşüb. Yenə belə deyim, siz yaxşı xatırlayarsınız. Onların əlində silah olmayıb, oradan buradan nəsə tapıb döyüşə yollanıb ki, Ağdamı verməyək. silah axı yox idi ki o vaxt. Cəmaət az qaldı lapatka ilə, nə bilim, Dəhrə ilə. Ora hücuma keçər. Nədir? Ağdamı düşmənin əlinə verməyək. Amma o vaxtki hakimiyyət O məlum məlum məsələdir. İndi ora getmək istəmirəm. Doğrudan da Azərbaycan xalqı həqiqətən də cəsur, mərd oğlanları ilə seçilən bir xalqdır. Dünya həqiqətən də heyrətə gəldi ki, 44 gün ərzində bu qədər torpaqları işğaldan biz azad elədik. Ağdamdakı bir güllə atmadan azad elədik. Azərbaycanın hər bölgəsində qeyrətli oğlanlar çoxdur. Bildiyiniz kimi 44 günlük müharibədə bütün ölkənin hər yerindən vuruşan, döyüşən oğlanlar oldu, şəhid olan oğlanlar oldu. İndi hansı bir rayona getsən, Şəhidlər Xiyabanında 44 günlük müharibədə şəhid olan şəhidlərimiz var. Çünki niyə? Doğru. Onlar, məsəl üçün, elə bölgələrimiz var ki, heç Qarabağla əlaqəsi yoxdur, çox uzaqdır. Məsəl üçün, Quba xəritənin bir tərəfidir, Qarabağ bir tərəfi, amma elə bir milli ruh var idi ki, ölkənin hər bir yerindən, hər rayonundan, hər bölgəsindən Qarabağ üçün savaşa gedənlər oldu və özə könüllü şəkildə gedib yazılıb gedənlər oldu. O vaxtları bu müharibə gedən vaxtı bu milli ruh həqiqətən də çox yüksək idi. Siz inanırdınız kimi bu qədər qısa müddətdə biz torpaqlarımızı azad edəcəyik? Heç kim inanmır. Çünki 30 il ərzində deyirdik, amma bilirdiniz də, gözləyirdik ki, o müharibə olsun və hər kəs hücuma atılsın, torpaqlarımızı işğaldan azad eləyək. Yəni gözləyirdiniz kimi Qarabağ azad olunacaq. İndi yuxu kimi adama gəlirsə, doğrudan adam özünə inanmır ki, həqiqətən də mən Ağdamda Seyid kəndində. Bəli, buradayam. Mən doğrudan da ona heç kəs inana bilməzdi. Amma min şükür ki, axır ki biz də bura gəlib çıxa bilmişik. Şükür Allah. Elə bizim nə qədər qocalarımız oldu ki, həsrətdə qaldı. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Doğrudan da elə insanlarımız oldu, elə adamlar oldu ki, Qarabağı, Ağdamı görmədən dünyasını dəyişdilər. Amma indi onların ruhları şaddır ki, indi Ağdamlılar öz yurt yuvasındadılar və belə gözəllikləri burada yaradırlar. Özünüz bilirsiniz də Ağdamlılar qurub yaradan millətdir. Ticarəti bilən millətdir. İndi hörmətli tamaşaçılar, biz Seyidli kəndindən müxtəlif bölgələrdə mən indi görüntüləri sizə təqdim edəcəm. Daha sonra biz gedəcəyik ikinci yaşayış kompleksinə. Bu yaxında köç olacaq və Cənab Prezident tərəfindən açılışı həyata keçiriləcək. İkinci yaşayış kompleksində olan şəraitlə həm sizi, həm Vaqif müəllimi və atam Ələkbər Şirinovu tanış edəcəm. Bizim oradakı görüntülərimizi inşallah ki görəcəksiniz. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çox funksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadrat metr təşkil edən 1080, o cümlədən 36 bir otaqlı, 363 2 otaqlı, 484 3 otaqlı, 197 isə 4 otaqlı mənzil olacaq. Yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksək sürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Kompleksdə həmçinin idman meydançaları, istirahət güşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq. Vaqif, bu Seyidlinin ana yoludur. Yəni qiyaslıdır, Papiravənddir, üzü aşağı Maqsudidir, Şahbulaq yolu da bu yol. O buradan da düz gedəndə düz çıxırdın meçidin üstünə. Meçid görükür. Bəli. Bu İzdaniyada, yəni Sarıtəbənin o kuruğu var idi. Hə. Bir yol gedirdi bazara tərəf, bir yolda meçidə tərəf gedirdi, Hə. bir yolda sağa qaydırdı. Əhmədabara tərəf. Hə. Yadına O yol, düşdüsən? hə, bu şey Sarhazla tərəfə Sağ ol. gedirdi. Hə. Ay sağ ol. Sonra Hə, burada da sonra- Süleyman müəllim Bəli. bir nömrəli direktoru. Bəli, bir nömrə Hə. direktoru. Bax o kran dayanıb. Hə. Orada onların məhləsidir. İndi düzdür, hər şey yenidən qurulur deyin. Yəni o söküntülər təmiz yığışdırıblar, söküb də götürüblər. Hər şey yeni məhəllədən başlayır da. Hə, ona görə də bax adam istəyir ki, belə bilsən, adam fikirləşir ki, sən gördüyün o vaxt deyil də. İndi Hə, hər şey yox, yenidən doğrudan başlayır deyir. da. Bizim də yaşımız o yaş deyil ki, şükür Allah'a, Allah dövlətimizə, prezidentimizə dəyməsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Allah qazilərimizə can Amin. sağlığı versin. Amin, Kim amin. inanardı ki, sən gəlib bugünkü gündə belə izdaniyaları, belə Doğrudan da. belə Adam şəxsən gözünə mənə çox təəccüb inanmırsan. Hə, doğrudan gəlir. ki belə bir şey İnanmaq var. bilmirsən. İnanmaq bilmirsən. Bax buralarda hardasa təxminən diş həkim vardı, Bəli. onlar evi idi. Onun adı nə idi? Şey, adı vallahi yadımda deyil. Bax bu Hə, Ərəfədə hə, olmalıdır. Ondan sonra gəldim bu tərəfə gedirdim. O ekskavatordakı iş Hə. görür ha. Orada Hə. sizə çönək yoldur. İndi Hə, sağlıq olsun. hə, İndi hə. aparatımızda götürüb ora gedəcək, orada da çəkiliş aparacağıq. Hə. Ondan da biraz ayna getsəm mənim ata yurdumdur, öz yurdumdur. İndi O tərəfdə yenə o şey Sarhazəliyə gedən yol idi. Orada, Sağ ol. o tərəfdə. Hə. hə, Bu nədir? vallahi Molla türkülər Ha, deyəsən canavar yığın talpasıdır. bu lazımdır. Nədir? Salam əleyküm. Sağ ol, yaxşı olasan. İşiniz irəli. İşiniz irəli. İşiniz irəli. Bizim kəndli titiyiniz, bizim Bu ata yurdumdur. Yəni mənim evimdir də bura. 4 otaqlıdır. Ora kuxna idi. Bura sef. O balaca koridor sef qapısı ilə buradakı hamam idi. Oradakı o deyirsən o barı nədir? O barı yəni qonşu Əli kişinin bir də Zahid. Yəni Zahid deyəndə Anar müəllimin ata yurdunun evidir. Bax deyə ora. O məhəllə onlar idi. Sonra o da mənim atamın yurdudur. 25 sot həyət idi bura. Ayaqda mən tikildim, yuxarıda da kişi olurdu. Bizim də bu bir tərəf setkanın bu üzü Mamoğlu Vaqifin həyəti idi. Elə az qalmışdı ki, bir 3-4 gün elə Vaqifə də ev mən tikəcəkdim. daşlarda töküb ama yarım. Amma yarım çıxar, sağlıq olsun. İndi onu gedib Hə. göstərəcəyik. Yəni Hə. burada, yəni kanalla, Qarabağ kanalla bizim aramız 5 metrdir. Çox az miqdarda. Bəli, içində su gedirdi. Bəli, bəli, düz deyir. Onu Şəhərdən gələn ayaqüstü əlini belə qaldırırdın, su səni itirir də. Yəni oradan qapı vardı, qabağın kəsilirdi. Dövlət bu Sovet hökuməti vaxtında dövlət bundan pambıq üzümçülük, pambıqçılığı idi, onları suarırdı. Bura bizim zaldır. Bəli, bura zaldır. 15 metr zaldır. Oradakilə nə əlavə otaq? Orada altın altıya da orada evdir. Ora kuxna idi, sef qapılı, burada da koridor 80 santidir kürsü, pilləkən, burada da hamam idi. Sonra da balaca uşaq evi vardı burada. Orxanın onda balaca idi. Hardasa 2 yaşı var idi, bəli. Yəni o suyla bu həyətdə nə desən eləmək olurdu. Yəni dubarə
bütün meyvə ağaclarından var idi. Bostan eləyirdi. Nə ürəyin istəyirdi. Şəhərlə də ki bizim aramız deyə izdaniyələr görükür. Yəni ara məsafəmiz az idi. Heç bir korluğumuz yox idi. İndi gəlib baxıram, düzdə köyrəlirəm, boğuluram, danışa bilmirəm. Doğrudan da Şükür dəhşət. bugünkü günə ki, Əlbəttə Allah şükür. şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı. Amin, amin. Allah amin. dövlətimizlə canı sağ eləsin ki, yəni Amin, bugünkü amin. gündə o həsrəti, o göz yoldanımızı yəni gözümüzdən yığdı da dedim güclə, bəli, sizi torpağınıza qaytaracağam. Qaytardı da, sağ olsun. Elə Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can sağlığı. Amin. Xıdırıyla da ki bizim aramızda çox elə məsafə yoxdur. Patoloqu olsa 6-7 kilometr yoldur. Hə. O da ki qiyaslı meçididir. Baxsan- Görükür burada. Hə. Görünmürdü. Burada Yox, vahşi bilsən niyə tarixdə görünmürdü? görünməzdi. O vaxt ağac Ağac idi deyin. Heç nə qalmır. Heç nə görmürdü. Amma indi o da ki karyeldir, yəni daş istehsal eləyirdi. O bir dağın döşündə də ki çulludur, çullu. Orxanın dayısının kəndidir. Orada ətiməzdir, keşdazdır. Hə, bir də bu kanalın alt tərəfi yeni məhli idi. Yəni hökumət Seyidinin bağı idi. Seyidli bağı. Üzümçülük bağı var. Belə vahşi Seyidinin bağı vahşi heç yerdə yox idi. Məşhur bağ olub. Da burada Ha, sort üzümlərin ştilini tuturlar. sonradan oldu ştilçilik də. O Ştilçilik. bağı məhv elədilər. Hə. Elələr ştilçilik. Gedək baba Orxanın baba yurdunda görsədək. Oradan da keçək Mamoğlu'nun da həyətini görsədək. Rəhmətlik anan deyirdi ki, bəs belə bu börkən zad, bu tayda börkən də vardı. Burada bizim tualetimiz var idi. Deyirdim o tərəf siz yiyin, bu tərəf biz yeyəcək. Hə, elə idi, elə idi. Hə, doğrudan aşağı, hayır. Elə idi. Hay Allah. Hə, Allah şey olar, qəşəng qayçol adam kəsək, bu da apar onun şeyini vurur. Suarma. Motoru qoyurdum ora. Bununla taxırdım. Bütün məhlələri suarırdım burada qəşəng. Ağaçları, hər sortda ağaçlar vardı. Meyr, meyvə, pırnıq, gilanar, gilas, nə desən. Elə baban deyirdi, ay Orxan, yekəl bu meyvədən ye. Allah hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Hə, bu da ki, mənim ata evdi. 4-6 idi, 4 üst. Bax, 2 mərtəbə idi, bəli. Vaqif özü məndən yaxşı bilir ki, bura. Pilləkənlərin içində oyub aparıb, bir dənə pilləkən daşı qalmayıb. Vaqif müəllimlə bizdən qonşu idi də. Da bizim evin bu tərəfdə arxası, mənim atamgilin həyətim evinin idi. arxası Vaqif müəllim Hə. idi. Hayır, deyirəm bunu. Hə, Vaqif müəllim tökdüyü daş. hə bu da Bəli. mən tökdüyündə. Bitirəcək, erməni imkan verir. Hə, Vermədi, mən yox. əsas mən olurdum, Şahlığımız burada keçir. Aralda olurdum. Hə, işte də. Bura mənim təzə həyətim idi. O biri həyət qaldı biraz Aralda. Buradakı hər şey eləmişdim. Bir verə zat töymüşdüm. Mən məlumat ki, kürsü zadı hazır idi. Bizə darvazam var idi orada. Orada dəmiri də durub, dəmir kəsib o zalim ermənilər aparıbdı. İndi bura fikrim vardı ki, təzə ev tikəm burada elə. O da Mərdim Azar, Allah bəlasını versin erməninin, imkan vermədi. Orxan, Müharibə başladı. bir gedək o kanalda Bura körpüsü hamısı göstərir. ağaçlıqdı, hamısı, hər bir meyvə var idi, hər bir meyvə. Oradan cərgəsi ilə iplə meyvələr əkmişdim. Nə ürəyin istəyir, hər bir meyvə vardı da. Həmən o ağaçlardan nar, yaxşı sort nardı, qalan baxmadı bunlardı, qurun bibincə var. Hayf o devrə, hayf. Allah Mərdim Azara lənət eləsin. Darvaza. Oradadır. Hə. Darvazamızın Hayf, elə. bir qolu, rəngi də limon rəngi idi. Hə. Rəhmətli, Allah hamısına rəhmət eləsin. Allah Mənim rəhmət anam eləsin, hə. derdi ki, limon rəngi ilə. Bir de Hə, bir tayda buradadır. hə. Bura darvazanın
Hə, bu Bəli, giriş darvaza idi. Hə. Buradan da girirdin, pilləkən orada üstü çardaqdı, elə maşını ver altına geçsin. Buradaki bizim kanalın körpüsüydü. Hə, bura. Gör Yoldu da bu. hal opşu yol da bura. Hayır, hayır. Fikir ver ya. Vaqif, nədir Vaqif? Rəhmətli Məhərrəmgilin Məhər- evi. Hə, ora Ömərin evidir. Əmimin evidir ora. Hə. Bismillahirrahmanirrahim. Əmimgildə bizə ora Məktəbidir o. o məktəbidir. Sevili Hə, hə. məktəbidir. Məktəbidir. Tirlər məktəbi gedir. Bu durbeynlə rəhmətlik Məhərrəm əmigildən bizə su adlayırdı. Bizim məhliyə. Bax, həmən durba. Bu da körp fikir ver ya. Hə. Nə vəziyyətdə düşür. Hə, bu da kanalın Ay körpüsüdür. Allah, kanala bax ya. Hə. Allah belanı versin erməni. Bu Ha, nədir bu da belə? kanalın körpüsüdür. Gör nə qədər. Börtkan Uşaqlığımız bax börtkan burada olur ya. o Fikir ver ya. Bu nədir? O Ay qədər Allah. çinmişik. Bax burada o qədər Aha. uşaqlığımız burada keçir. Burada bu tərəfdə Əmgilin evidir, Arif Əmgilin evidir. Hə, Arif əmingilin Hə. evi də deyir ora. Sonra Sabirgilin evidir. Bax o Arif Hə, əmingilin evidir. Hə, o Arif Amma onun o Zakirgilin tərəfində sağ. söktüyü daşdı deyir. Hə, hə, qaz hə. qoydu. O da Hə. Sabirin evidir. Şöyle. Bu tərəfdə də şey olurdu. Transformator idi. Orxan bu maşını da çəkə bilərsən. Burada bir köhnə 07-dir, hə. Aşıb qalıb burada. İndi o vaxtı düşüb Əlbət. nətər yandırıblar da, Ya, ermənilər yandırıb. Tərif salıblar bura. Təlif salıblar, bura yandırıblar. Vaqif, bax bu nənəmin vedrəsidir, indi bilmirəm, su Marlboro vedrəsi idi. vedrəsi. İnanıram ki, bəlkə də yağ vedrəsi olar. Qabaq köhnə arvadlar yağ. Bu da ki mənim uşaqlıq Ayaqqabını bir tayı. ayaqqabımı bir tayı. Pak Hə. dədələnə bax. Buna bax ya. İndi o vaxtda görsən hələ də ayaqqabı dağılmıyor, belə tikilişi də. 30 ilə qalıb hələ. 30 ilə? Dəri də özü, eləmi? Buna bax ya. Materiala bax. Ay, dədənə. Bir şey oldu. Gör materialda keyfiyyətə bax da sən. Hə, keyfiyyətə bax da. Həyətimizdə də ki evdə dağdağın ağacı bitib. Burada hamısı börtcan idi. Vaqif dayı, sənin evin hansı idi? Onu da Benim çəkək. evim burada burada bizi xəndə idi. Burada çəpər idi bizi. Hı hı. Bu da darvazanın. Mənim darvazamın şivellerin kəsiblər, darvazanı bir də götürürlər ona bax. Parası qalıbdı burada. Parası da buradadır. Bir də buradadır. Buna bax. Hə, bura sənin giriş Bura qapın. mənim giriş qapım elə. Buradan girirdin, gəldin. Burada Babam gelin qonşusuymuşsan. Ha, o da bax, orası sizin evi idi. Aha. Daşlar Daşları da bura tökdümüsən ki, hə, ev tikmək üçün. Burada da bünövrə qoymusan ki, elə başlayasan. Onu da erməni müharibəni başladı. Bu da kimdə yəni? Saxlarımızın yerə bura. Burada mənim ev. Evimin bünövrəsidir. Hamısı üç yerlikdir. Buranın padvaldı qazdırmışdım ki. Hı hı. Burada da əhək quyumuydu mənim orada. Ha, burada həkk. Hə, əhək quyusu oradaydı. Burada belə də girdik. Bütün materialları bura yığmışdın. Evim əsas mənim bura biraz araldadır, azda bir 2 kilometr. Ha. Buranı özün üçün tiktirirdin. Özüm üçün ikinci həyətim idi. Hı hı. Oranı biraz araldadır olduğum. Həyət əhbər üçün həyətimiz. Xahiş eləmsən ki, daha icazə ver mən burada sənin həyətində özümə bir otaqlı ev tikim ha. Əhbər kişinin otaq elədi. Həyəti 25 sotaq. Mənim bizim həyət var idi. Vəbşi kanal gəldi oradan keçdi. Onun əvəzinə buranı bizə verdilər. Əmin yemin yanında. Orada
Kanal geldi bizi ortadan keçdi. O yerinə direktor söylədi ki, keçənlər oradan geri getdi. Ondan sonra gəldi mən buradan getdim. Vahid müəllim, deyirəm sevinmək lazımdır ki, ümidimiz yox idi. Doğrudan Heç vaxt ağlımıza gəlməzdi ki, Ağdam alınacaq. heç cür. Hə. heç cür. İndi şükür Allaha ki, sağkən gəlib buranı görmək nəsib oldu. Mənim bu şeydə 73 yaşım var. Hı -hı. Hələ ya qismət nə qədər yaşayacağam bilmirəm. Hələ şükür ki, deməli gəldim mən buranı görə bildim. Hı -hı. Şükür. Nə deyim ya qismət indi bundan sonra nə bilim. İnşallah. Allah ömür Heç versin. olanda hələ Zaniyel keçəcək. Hə. Allahın köməyi ilə. Evet, Bu tək evdəki salamat bilirsən də kimindir? O da şey mamam gelin evidir. Suqra maman gibi. Suqra mamam gelin evidir. Texnikalarımızda işləyir. Allah Burada da qollarına hamısı- qüvvət versin. Cərgəsinin ağaçlardır hamısı. Həyat hamısı ağac evi. Da cərgəsi ilə Hı. hər bir meyvədə vardı. Hər bir meyvə. Ada su bövründəydi də baba. Ha, Su bövründə. Kanal böyründə. Krantım gəlirdi artizanla. İçmə suyu vardı. Ha, sonra Suvarma suyun var idi. suvarma suyu gəlirdi, onu Suvarma suvardım. suyun Hə. var idi. Hər bir şey var idi. Kanalda çəkib suyu vurduq bura. Vahid müəllim, gedək indi də çay evi olan əraziyə, məscidə və ikinci yaşayış kompleksinə və bununla da çəkilişimizi yekunlaşdıraq. Amma ilk öncə gedək, çox möhtəşəm avtovağzal kompleksi tikilir. İstəyirəm orada 3-cü mərtəbədə sizə bir düşvərə qonaqlıq verin bu soyuq havada. Çox sağ ol. Orxan bəy. Hava günlü olduğuna baxmayın, dəyərli dostlar. Hava soyuqdur. Gedək. Sənin sahəndə, sənin sahəndə Sağ ol, işlandırdıq hər Orxan şeyi. bəy. Sağ ol. Bura gəlib görə bildik də. Şükür. Min şükür, min Çox şükür. sağ ol. Köhnə çay evinin sütunu bax budur. Ha, Allah rəhmət eləsin bunu tikələdə. Allah rəhmət eləsin. Çox gözəl idi, çox. Bəli, Ağdamın simvolu idi da bu. Hələ Çay 3-cü evi. mərtəbədə tutub çay Bəli. içmişəm burada. 3-cü mərtəbədə çay Ha, içirdik. aşağı, Şimdi ha. aşağı xəngəl Xəngəl, yeyirdik. aşağı xəngəl Hə. idi, hə. Devlətimiz bax burada həmən üsulda, həmən Hə. fasonda burada tikiləcəkdi. Allah qoysa Tək salamatçılıq olsun. çox keçməz bunda qəşəng öz vidində, figurasında, quruluşunda tikəcəyik. Hə, burada Lenin bağı idi. Şey, İndi, 44 mərtəbə ev. bəli, indi Hə. həmən bura milli park olacaq. Qəşəng gəzintili. Orada Seyidlidə tikilən evlərdir. Bax o operatorumuz çəkir. Şeydi. Bəli, bax orada Gedən Seyidli yolda. tikilən evdir. Əleyhissalam, Salam xoş əleykum. gəlmisiniz. Hoş geldin. Sağ ol. Ətəş Sağ ol, var ol, sağ ol. Sağ ol. Var ol, var ol. Sağ olun. Əliniz Allah var böyük olsun, var oğul olsun. yetişdiniz. Allah- elimizin Var ol. fəxridir. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah Qazilərimizə rəhmət can eləsin. sağlığı ki, şükür ki, Hə. bugünkü gündə siz devlətimizin sayəsində, ordumuzun sayəsində bugünkü gündəki siz də ki belə yaradırsınız, tikirsiniz, qurursunuz. Allah sizə dəyməsin. Hörmətli tamaşaçılar, çay evinin hazırki yenidən inşa olunan çay evinin işçi heyətidir. Hal-hazırda indi bizimlə buradadılar. İşlər nə yerdədir ilkin mərhələdə? İşlər sürətlə gedir Ağdam rayonunda. Və biz bu işlədiyimiz park layihəsidir. Mərkəzi parkın layihəsidir. Mərkəzi parka da daxildir çay evi, düzdürmü? Bəli, bəli. İndi beton konstruksiyalar qurulur, beton hissələri gedir. İndi inşallah ki, yaxın vaxtlarda nəsə bir nəticə görəcəyik inşallah. Təhvil veriləcək inşallah. Keçən səfər çəkiliş olanda demişdilər ki, mərkəzi park və eyni zamanda çay evi bir il ərzində, yəni 2026-cı ilin sonuna kimi təhvil verilməyə gözlənilir. Çünki 2026-cı ilin sonunda həm birinci, həm ikinci, üçüncü, dördüncü bax bu yaşayış kompleksidir və 5-ci yaşayış kompleksinin təhvil verilməyə gözlənilir. Bu 5 yaşayış kompleksinə 25 min əhali köçəcək və ona görə də əlbəttə ki, həmin burada yaşayan əhalinin asudə vaxtını səmərəli keçirmək üçün belə möhtəşəm, gözəl bir mərkəzi parka ehtiyacı var ki, insanlar binalardan ensinlər və gəlsinlər burada istirahət eləsinlər. Mən sizə təşəkkür edirəm ki, doğrudan da
çox belə gözəl işlər həyata keçirirsiniz. Elə burada Ağdam şəhərində işləyən bütün işçi heyətinə təşəkkürümüzü bildiririk. Həmişə tək gəlirdim. Bu səfər isə atamı və əmisi oğlunu gətirdik ki, buradakı şəraitlə tanış olsunlar. Eyni zamanda biz Seyidli kəndinin sakinləriyik. O Seyidli həmin bu binaların arxasında bizim evimiz var. Ata-baba yurdumuzu getdik, orada gördük, ziyarət elədik. Siz də yaxınlaşın bura zəhmət olmasa. Deyirsiniz Çəmənli Bəli, bəli, kəndindəsiniz, değil mi? Çəməndən. İndi biz hazırda müvəqqəti yaşayış kompleksi olan Baharlı qəsəbəsində məskunlaşmışıq. Çəmənli də ora yaxındır, Seyid Lazım ağanın orada. Bəli, bəli, bəli. Çoxdan mı işləyirsiniz burada? Onlar bir 3 aydır. 3 ay işləyirsiniz burada. Mərkəzi parkın işçisiniz. Bəli, bəli, bəli. Allah hər birinizin qoluna qüvvət versin. Sizin layihənin rəhbərini də salamlayıram buradan. Hansı? Lap yaxşı. Allah köməyi olsun onun da. İnşallah ki, mən ümid edirəm, keçən səfərdə mənə başa saldılar. Ümid edirəm ki, burada çox gözəl park olacaq və həqiqətən də ürək açan park olacaq. Ağdamlılar bilirsiniz ki, hər şeyi bəyənmir ha. Yəni hər şeyinin gözəlini bəyənir Ağdamlılar. Ona görə də buradakı layihə rəhbərləri gərək biraz buraya ciddi diqqət ayırsınlar və belə də olur həmişə. Buradakı görülən işlərə baxırsan ki, həqiqətən burada ciddi işlər gedir və ciddi də nəzarət olunur ki, Ağdam şəhəri çox gözəl tikilməlidir. Megapolis şəhəri olmalıdır. Azərbaycanın ən gözəl şəhərlərindən biri olmalıdır. Vaqif müəllim, deyirlər ki, yaxınlaş bura. Deyirlər ki, Ağdam şəhəri Azərbaycanın 4-cü böyük şəhəri olacaq. Bu həqiqətdir, elə də olacaq. Elə də görünür. Bəli, vaxtında da elə Ona da idi. layiqdir. Əlbəttə vaxtında da belə idi. Elə bu deyil ki, məsələn böyük binalar olsun, amma elə öz gözəlliyi hər bir şeyə dəyərlidir. Bəli, Ağdamda olan gözəllik heç bir yerdə yox yox idi. idi. Hər cəhətcə. Yadınızdadırsa, məscidimiz o vaxtları ermənilər burada donu saxlayırdılar. Bəzi indi xarici şükür. səyyahlar bura gələndə videolarında Düzdür. göstərmişdi YouTube'da ki, burada necə həmin o məsciddən əsər, əlamət qalmamışdı. doğrudan Hansı ki, yox bu idi. məscid 6000 şəhid görüb və o burada yuyulub dəfinlənib. Mənim Yəni yadımdadır. kəfənlənib daha doğrusu. Mənim yadımdadır. Burada kəfənlənib. O vaxt İsmət Qayıbov burada məsələn gəlmişlər bura yumağa. Həmin onda mən buradaydım elə bax mən onu Eləmi? görmüşəm gözəl. İndi məscidimiz yenə də İndi şükür. sağ olsun Heydəliyev fondu. Əlbəttə. Əlbəttə. Vitse-prezidentimiz Mehriban xanım Əliyeva sağ olsun ki, belə Əlbəttə. dini abidələrə Çox xüsusi gözəl, diqqət ayırır çox və gözəl, hə. Çox gözəl. əvvəlki görkəminə qaytardılar. Hə, doğrudan heç Çox sağ olsunlar. heç demək olmaz ki, heyəti orada də. belə bir şey olubdu burada Bəli. məsciddə. Çox gözəldir. Hələ onun qabaqkından da indi gözəl olubdu. Bəli. Yaxşı.